Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyinin növbəti buraxılışı ilə xidmətinizdəyik və bu gün çox maraqlı bir mövzunu müzakirə edəcəyik. Özəl sektor üzrə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesi haqqında danışacağıq və qonaqlarımızı təqdim etmək istəyirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov. Elşad müəllim, salamlayırıq sizi, xoş gəlmişsiniz. Xoş gördük. Və Dövlət Əmək Müfəttişliyi Xidmətinin risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva. Aynurə xanım, sizi də salamlayırıq. Xoş gəlmişsiniz. Çox sağ olun ki, bizə vaxt ayırdınız bu vacib mövzu ətrafında müzakirə aparmaq üçün. Və istərdim elə ilk olaraq sizdən başlayaq, Aynurə xanım. Bu proses haqqında məlumat verin, xahiş edirəm. Elektron əmək müqavilələrinin tətbiqi prosesi ilə bağlı işlər necə həyata keçirilir? Çox sağ olun, təşəkkür edirəm efirə dəvət etdiniz. Bəli, məlum olduğu kimi artıq 12 avqust tarixindən etibarən əmək müqavilələri elektron qaydada bağlanılır. Elektron bağlanılan müqavilələrlə yanaşı 12 avqust tarixinə də qüvvədə olan əmək müqavilələrinin də elektron formata keçirilməsi, yəni müəyyən edilmişdir. Məlum olduğu kimi Nazirlər Kabinetinin qərarı ilə mərhələli şəkildə keçid təmin olunmuşdur. Yəni biz bu mərhələlərə qədər müvafiq tədbirlər görmüşük. Yəni xidmət olaraq istər əmas üzərindən işə götürənlərin şəxsi kabinetinə məktublar göndərmişik, xəbərdarlıq bildirişləri göndərmişik. Eyni zamanda həm dövlət sektoru, həm də qeyri-dövlət sektoru üzrə işə götürənlərə məktublar göndərmişik tətbiqlə bağlı. Yəni onların mərhələli keçidlə bağlı vaxta yaxınlaşana dək bu prosesi yekunlaşdırmalıdırlar. Bununla bağlı prosesləri həyata keçirmişik. Daha sonra bizim Nazirliyin eyni zamanda xidmətin rəsmi sosial şəbəkə hesabları üzərindən də posterlər paylaşmışıq, təlimlər keçmişik. Yəni əlimizdən gələn belə texniki imkanları, dəstəyi göstərmişik. Və bu proses nə vaxta kimi davam edəcək? Belə deyək də, Nazirlər Kabinetinin dövlət sektoru üçün son tarix artıq yanvarın 1-i 2025-də bitib. Qeyri-dövlət sektoru üçün amma 2025-ci ilin iyul ayının 1-nədək müəyyən edilmişdir. Daha sonra ailə kəndi təsərrüfatı və ailə müəssisələrini işə götürənləri üçün 2026-cı ilin yanvar ayının 1-nədək vaxt müəyyən olunub. Bu vaxta qədər artıq proses yekunlaşmalıdır. Yəni bu vaxtdan sonra artıq əmək müqavilələri yalnız elektron formada olmalıdır. Bəli. Və kağız formasında müqavilə artıq qüvvədən düşmüş sayılır. Yəni olmur. Olmaz. Çox yaxşı. Və Elşad müəllim, istəyərdim siz də buna münasibət bildirəsiniz. Bu proses haqqında sizin fikriniz İctimai Şuranın rəhbəri olaraq? Bəli, əslində çox aktual mövzuya həsr olunub bugünkü söhbətimiz. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının inkişaf etməsi şəraitində, iqtisadi proseslərin, əmək bazarında baş verən hadisələrin və gedişatın mürəkkəbləşməsi şəraitində bu elektronlaşmanın xüsusi rolu var. Çünki bilirsiniz, biri var ki, əmək bazarı nisbətən stasionardır və münasibətlərin inkişafında hansısa bir böyük dinamika yoxdur. Onda bəli, köhnə ənənəvi formatda da müqavilələrin mövcudluğu hardasa problemlərin qarşısını alırdı. Amma indiki şəraitdə ki, əmək bazarı çox sürətlə inkişaf edir. Əmək münasibətləri dərinləşir, mürəkkəbləşir. Yəni bir insan demək olar ki, indiki şəraitdə tam əksər hallarda bir sıra istiqamətlər üzrə fəaliyyətini göstərir və bütün bu proseslərdə çeviklik lazımdır, operativlik lazımdır və təbii olaraq elektronlaşma burada dövlətin müvafiq qurumları qarşısındakı əmək bazarı ilə bağlı onların fəaliyyəti, tənzimləyici funksiyaları var. Onlar qarşısında yeni çağırışlar qoyur ki, effektiv, çevik platformalar olmalıdır. Və sevindirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə mövcud olan çağırışlara adekvat və mən hətta deyərdim proaktiv, preventiv qaydada cavab verir və bu tip yanaşmaların elektronlaşma ilə bağlı, rəqəmsallaşma ilə bağlı olan tətbiqlərin reallaşdırılmasında, sürətli tətbiqində demək olar ki, öndə gedən qurumlardan biri kimi çıxış edir. Və Dövlət Əmək Müfəttişliyi də bu istiqamətdə müvafiq işlərini görür. Aynurə xanım qeyd etdi ki, artıq platformalar vasitəsilə də işə götürənlərə bununla bağlı müvafiq demək olar ki, istiqamətlər bildirilmişdi. Deadline'lar da, konkret vaxtlar da göstərilmişdi ki, hansı sektora aid olan qurumlar hansı müddətdə bunu reallaşdırmalıdır və bir şey də mən burada xüsusilə vurğulamaq istəyirəm ki, elə işə götürənlər üçün də bu böyük imkanlar açır. Çünki o kağız üzərində olan müqavilələrin onların bağlanmasının, onların tətbiqinin, onların
daxilində olan şərtlərin qorunması ilə bağlı məsələlərin təminatı həmişə bir sıra problemlər yaradır. O cümlədən hər bir bəndi tutaq ki, işə götürənlə işçi qüvvəsi arasında dəyişdirmək lazımdırsa, bu müvafiq yazışmalar ola bilər, müvafiq görüşlər, söhbətlər. Əlavə vaxt itkisi Əlavə və vaxt sairə. itkisidir. İqtisadiyyatda isə xüsusilə bazar iqtisadiyyatı şəraitində ki, bu çeviklik tələb olunur. Xüsusilə özəl qurumlarda bilirsiniz, bu olduqca mühüm bir maneə çevrilə bilər. Çünki vaxt itkisi biznes proseslərinin sürətliliyinə müvafiq maneələrin olması, çevikliklə bağlı əngəllər, yəni bütün Yalnız bunlar çeviklikmi əsasdır burada, əsas üstün cəhəti? önəmli məqamlardan biridir. İstəyirəm dəqiqləşdirim sualımı Elşad müəllim. Yəni bu elektron müqavilələrin imzalanması bu prosesə nəzarətin daha effektiv aparılması baxımından nə dərəcədə effektivdir olacaq? Xüsusilə, yəni mən biznesin sürətli şəkildə reallaşdırması nöqteyi nəzərdən ki, bu bazar iqtisadiyyatında çox önəmlidir. Məhz o çeviklik hamilində fokuslaşdım. Amma təbii olaraq Dövlət Əmək Müfəttişliyi xidməti üçün həmin o əmək bazarında gedən proseslərə müvafiq tənzimləyici təsir mexanizmləri nöqteyi nəzərdən elektronlaşma çox böyük imkanlar açır. Çünki siz təsəvvür edin ki, əgər hər bir işə götürənlə işçi arasında olan o proseslərə müfəttişin getməsi, orada müvafiq yoxlamaların aparılması ki, bunun özü də çox böyük vaxt itkisidir. O cümlədən dövlət qurumuna. Yalnız bu biznesə aid deyil. Bu o deməkdir ki, elə xidmətin özündə nə qədər əlavə, yəni insanlar bu işə cəlb olunmalıdır ki, onların başqa istiqamətlər üzrə fəaliyyətinin təminatı daha böyük effekt verə bilər. Yəni burada əsas amillərdən biri əmək məhsuldarlığının artmasıdır. Əmək məhsuldarlığının artması nöqteyi nəzərdən elektronlaşma çox böyük imkanlar verir. Yəni rəqəmsallaşma yalnız elə özü özünə olmamalıdır. Yəni ki, rəqəmsallaşdıq, rəqəmsallaşma göstəricisi artdı və bu bir hədəfdir. Onun konkret olaraq məhsuldarlığa təsirləri ölçülməlidir. Və bu baxımdan mənə elə gəlir ki, bax bu əmək bazarında elektronlaşmanın tətbiqi xüsusilə böyük effekt verə bilər. Yəni bir tərəfdən biznes proseslərinin operativliyi, çevikliyi, digər tərəfdən dövlət tənzimləyici orqanının bu məsələlərlə bağlı əmək bazarındakı, əmək münasibətlərindəki məsələlərlə bağlı müvafiq tənzimləyici funksiyasının reallaşdırılması və bir məqamda mən qeyd edim ki, bu əmək bazarındakı canlanmaya da öz müsbət impulsunu verəcək. Çünki bir insan daha çevik şəkildə müxtəlif işə götürənlərlə öz təmaslarını qura biləcək və elektronlaşma vasitəsilə faktiki olaraq özünün daha çox yerdə çalışmasına, daha aktiv şəkildə əmək bazarında olmasına şərait əldə edəcək. Bu baxımdan mənə elə gəlir ki, bu tətbiqlər əmək bazarının təkmilləşdirilməsində müvafiq müsbət təkanlarını verəcək. Təşəkkür edirəm və Aynur xanım, qısa bir cavab istəyəcəm bu sualıma, sonra isə əsas sualımı verəcəm. Əgər deyilən müddətdə sahibkarlar çatdırmasalar bu müqavilələrin imzalanmasını və yaxud səhlənkarlıq edərək elektron müqavilə formasına keçməsələr nə olacaq? Yəni, hal-hazırda qeyri-dövlət sektoru üçün müəyyən bir vaxt qalmışdı, bir ay müddəti. Düşünürəm ki, bununla bağlı yəni, prosesi yekunlaşdıra bilərik. Nəyə görə? Biz də öz növbəmizdə, Elşad müəllim də vurğuladı, burada nəzarət mexanizmi müəyyən eləmişik və gündəlik olaraq prosesə nəzarət edirik. Yəni, hər gün, belə deyək də, faizi müəyyən eləyib, yəni bu istiqamət üzrə artıq biz işlərimizi planlaşdırırıq. Proqnozlar bunun yekunlaşacağına müəyyən eləyib. Yəni, proqnozu belə çıxartmışıq ki, biz iyulun 1-nə qədər çatırıq. Yəni, dövlət sektorunda da eyni məsələ idi. Yəni, sentyabrdan artıq biz başlamışdıq, proseslə bağlı yol xəritəsi cızdıq və son vaxta qədər hansı müəyyən bir faizi biz aşa biləcəyikmi? Bəli, gəldik dekabra qədər. Dekabrın sonu artıq biz o müəyyən faizə çatmışdıq. Düşünürəm ki, qeyri-dövlət sektorunda da bu müşahidə olunur. Yəni, aktivdir. Sahə olaraq, yəni gündəlik artıma baxsaq, gündəlik artım yəni pozitivdir. Yəni, proqnozlar pozitivə doğrudur. Düşünürəm ki, çatacağıq vaxtda. Və bir də Elşad müəllim qısaca olaraq toxundu bu məsələyə. İstərdim sizin də fikrinizi öyrənək bununla bağlı. Elektron formaya keçidin sahibkarlara verdiyi üstünlüklər haqqında.
Yəni hansı üstünlüklər verir? Nə üçün bu yaxşıdır? Nə üçün bu olmalıdır? Bəli, Elşad müəllim tam düz vurğuladı. Mən də burada yəni vaxt baxımından, resurs baxımından deyərdim ki, burada işə götürən üçün ən mühüm, önəmli vasitələrdən biridir. Yəni müqavilə tez bir zamanda hazır olur. Yəni əlavə sənədlərin hazırlanmasına, Bu müqavilə yəqin ki, müəyyən şablonlar formasında olacaq və rahatlaşdıracaq belə deyək. EMAS-da hal-hazırda mövcud şablon var. Zaten belə deyək də bizim bu EMAS sistemi 2022-ci ildən pilot rejimdə istifadəyə verilmişdir. Sadəcə biz pilot kimi Nazirlik daxilində bu prosesi yekunlaşdırmışdıq və bir çox dövlət qurumları ilə prosesə başlamışdıq. Artıq biz bu prosesə hazır idik. Yəni EMAS-da müqavilənin forması Əmək Məcəlləsində müəyyən olmuş bir nömrəli əlavə var. Ona uyğundur. Yəni şablon formadır. Eyni zamanda da bir üstünlüyümüz də odur ki, sistemin dövlət qurumlarla inteqrasiyası mövcuddur. Yəni işə götürən minimum məlumatları salır. Yəni burada kağızda bizim səhv etmək şansımız daha çox idi. Nəinki biz işçinin finini yazaraq bütün məlumatları elektron şəkildə əldə edirik və minimum məlumatları daxil edirik. Ona görə üstünlüklərdən biri də müqavilələrin tez bir zamanda hazırlanmasını mən deyərdim. Daha sonra sahə təhlilləri, məsəl üçün işə götürən üçün biz orada müəyyən statistik məlumatlar çıxardıb təhlil etmə imkanı yaratmışıq. Yəni bütün hesabatları əldə edə bilir. İstər işçilərin statusları ilə bağlı, yaş qrupları ilə bağlı, əlillik dərəcələri ilə bağlı. Yəni bu daha əvvəllər belə bir şey yox idi. Yəni belə deyək də kağızda bağlanılırdı. Hər bir işə götürən ayrılıqda indi hansısa formada bunu hazırlayırdısa, indi hal-hazırda yəni sistem vasitəsilə bu təhlilləri apara bilir. Yəni üstünlükləri daha çoxdur. Mən belə deyərdim, saymağa şəffaflıqdır. Yəni nə mənada? Yəni burada artıq əmək müqaviləsinə dəyişiklik etdiyimiz təqdirdə artıq işçi ilə əlavənin imzalanmasına gərək yoxdur. Sistem üzərindən ötürülür və tez bir zamanda əmək müqaviləsinə dəyişiklik olunur. Eyni zamanda da işçilər üçün istədiyi vaxt əmək müqaviləsini çap eləyə bilər, baxış imkanı var, iş yerindən arayış əldə eləyə bilər. Yəni işə götürənə belə deyək də yazılı formada müraciət etmədən sistem vasitəsilə öz məlumatlarını əldə edir. Və bir də elektron şəkildə imzalanan əmək müqaviləsi və kağız üzərində olan əmək müqaviləsi. Bu tam eyni hüquqi qüvvəyə malik olan sənədlərdən Bəli. Artıq Əmək Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yəni müqavilə zaten elektron qaydada bağlanmalıdır və elektron imza ilə imzalanmalıdır. Artıq o hüquqi qüvvəyə malikdir. Yəni bu qanunla müəyyən olunub. Deməli, bununla bağlı qanunvericilik əsası Əmək Məcəlləsinə edilən dəyişikliklərlə bağlı olub. Təşəkkür edirik. Elşad müəllim, ümumiyyətlə bu cür praktikanın yalnız belə deyək, qanunvericiliyin tətbiqi, bu qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət baxımından deyil, həm də iqtisadi effektivliyi haqqında nə demək olar? Bunun iqtisadi effektivliyi varmı? Bəli, bir qədər öncə də qeyd etdiyimiz kimi, əslində bazar iqtisadiyyatı şəraitində xüsusilə bu daha da aktuallaşır ki, biznes proseslərinin sürətliliyi, biznesdə işgüzar fəallığın stimullaşdırılması əsas amillərdən biridir. Əgər nəzərə yetirsək makroiqtisadi göstəricilərə, biz görürük ki, ilin sonunda hökumətin müvafiq qurumları daim hesabatlarla, press-relizlərlə çıxış edir ki, işgüzar fəallıqla bağlı, iqtisadi artımla bağlı hansı göstəricilər əldə olunub, investisiyaların çoxalması ilə bağlı. Yəni, müvafiq makroiqtisadi indikatorlar var ki, onların tam əksəriyyəti məhz işgüzar fəallığa istinad edir. Yəni, işgüzar fəallığın artması, bütövlükdə əmək bazarındakı fəallığın stimullaşdırılması demək olar ki, iqtisadi artımın əsas şərtləndirilən və təhlil edilən, müzakirəyə çıxarılan, aktual olan göstəricilərdən biridir. Yəni, əgər əmək bazarındakı aktivlikdən danışırıqsa, biznes fəaliyyətinin sürətlənməsindən danışırıqsa, təbii ki, biz əmək bazarındakı proseslərə müvafiq təkan əldə etməliyik. Və bu təkan baxımından mənə elə gəlir ki, təbii olaraq bu əmək bazarındakı canlanmaya şərait yaratmalıdır bu tətbiqlərin reallaşdırılması və son nəticədə bu həmin o makroiqtisadi indikatorlarda öz əksini tapmalıdır. Çünki bir qədər öncə də biz qeyd etdiyimiz kimi, bilirsiniz, hazırki şəraitdə bazar münasibətlərinin mürəkkəbləşməsi, əmək bazarındakı proseslərin daha
çətin kateqoriyalar üzərindən qurulması şəraitində olduqca mühümdür ki, əmək resurslarına müxtəlif istiqamətlərdə sürətli və çevik şəkildə əmək müqavilələrinin imzalanması şəraiti yaradılsın. Ənənəvi formatda bunu etmək, etiraf edək ki, bir qədər çətin idi. Ona görə mən hesab edirəm ki, elektronlaşmanın bu sahədə tətbiqi əmək bazarının inkişafına şərait yaradacaq. Biz bilirik ki, Azərbaycanda əmək bazarının inkişafı ilə bağlı müvafiq çox ciddi siyasi iradəyə söykənən dövlət yanaşması var. Bu da ondan ibarətdir ki, biz passiv şəkildə məşğulluğun deyil, aktiv şəkildə məşğulluq siyasətinin reallaşdırılmasına üstünlük veririk. Aktiv məşğulluq siyasəti isə ilk növbədə nədir? Əmək bazarının stimullaşdırılmasıdır, işgüzar fəallığa təkanların verilməsidir. Bu baxımdan mənə elə gəlir ki, bu qərar nəinki sırf bir xidmətin fəaliyyətini rahatlaşdıracaq, bütövlükdə ölkədə reallaşdırılan bu əmək bazarının inkişafı ilə bağlı, aktiv məşğulluq siyasəti ilə bağlı ki, yanaşmalar xüsusilə bu son 7-8 il ərzində sürətlə həyata keçirilir. Sosial müdafiə sistemindəki təkmilləşdirmələrin ki, biz şahid oluruq, bütün bunlara bu əlavə impuls vermiş olacaq. Ona görə də mənə elə gəlir ki, biz ilk növbədə müzakirəyə çıxarılan bu məsələnin yanaşmalar nöqteyi nəzərdən, tətbiq baxımından prioritet istiqamətlərindən biri kimi məhz sizin o sualınızda qeyd olunan iqtisadiyyata bunun nə verəcəyini dəyərləndirməliyik. Çünki bu olduqca mühüm bir məsələdir və mənə elə gəlir ki, bir mənalı şəkildə bunun iqtisadiyyata müsbət impulslar olacaq. Amma Şahin müəllim, mən burada bir məsələ üzərində də dayanmaq istəyərdim, artıq bir ekspert cəmiyyətinin üzvü kimi. Çünki cəmiyyətdə bununla bağlı da suallar var. Bir sıra hallarda bizim vətəndaşlarımızın bu elektron tətbiqlər nöqteyi nəzərdən hazırlığı məsələsi. Bax, bu, bəli, mən əslində bu sualı vermək istəyirdim. Bu sual doğurur və istəsəz sualınızda verərsiniz, mən cavablandıraram. Amma ümumiyyətlə mənə gəlir ki, biz bu məsələyə də aidiyyatı dövlət qurumları ilə sıx təmasda bu məsələyə də ciddi şəkildə yanaşmalıyıq. Çünki son nəticədə bütün bu islahatların mərkəzində insan amilidir və insanlarımızın o mobil tətbiqlərdir, elektronlaşmadır, bunların effekti, müsbət effekti danılmazdır. Bunları elə etməliyik, bu çağırışdır. Amma eyni zamanda insanlarımızın da, əmək resurslarının da buna hazırlığı baxımından biz müvafiq işləri görməliyik. Birlikdə bu sualı Aynur xanım ünvanlayaq. Aynur xanım bizə cavab versin. Bu hazırlıq varmı və bu sistemin tətbiqi ilə bağlı maarifləndirmə, məlumatlandırma prosesi necə həyata keçirilir? Bəli, hazırlıq dedikdə mən nəyə vurğulamaq istəyirəm? Yəni sistem əmək müqaviləsi bildirişi alt sistemidir. Köhnə əmək qanunvericiliyində bildiriş bir anlayışı var idi. Müqavilə qüvvəyə minməsi üçün bildiriş sistemə daxil edilməlidir. Mən belə deyim də, işə götürənlər buna hazır idi. Bir növ, yəni bütün proseslər respublikada, digər qurumlarda da elektron imza tətbiqi, yəni 2014-cü ildən artıq istifadəyə verilib və bütün prosesləri işə götürən elektron imza ilə aparır. Yəni bu işə götürən hissəsi tam hazır idi. Amma 22-ci ildən biz artıq işçilərin də bu belə deyək də sistemi formalaşdırılması üçün, yəni bundan anlayışları olması üçün artıq prosesə biz 2 il qabaq başlamışdıq. 22-ci ildən artıq bununla bağlı maarifləndirmə tədbirləri həyata keçirilirdi, təlimlər olurdu. Biz qanunvericiliyə dəyişiklik layihəsi hazırlanmışdı. Onun təsdiqi ilə bağlı işlər gedirdi. Zaten buna hazırlıq mərhələsi idi. Yəni öz daxili qurumumuz daxilində, yəni bütün bu prosesi keçdik. Hansı çətinliklərlə qarşılaşdıqsa ona artıq hazır bir plan qurmuşduq ki, yəni işə götürənlər də bununla bağlı proseslərə hazır olmalıdır. Məsəl üçün sima tətbiqində. Yəni orada müxtəlif yəni texnik belə deyək də elektronlaşmada müəyyən bir problemlər yarana bilər. Simanın tanınmasında köhnə şəxsiyyət vəsiqələri ilə bağlı müəyyən proseslər çıxdı. Yəni bununla bağlı da artıq işçilərin də şəxsi kabinetləri əmasda olduğundan, yəni bizim əhalidə artıq buna hazırlıq var idi, aktiv idilər. Yəni şəxsi kabinetlərindən onlara qarşıya çıxan problemlərlə bağlı xəbərdarlıqlar göndərildi. Yəni artıq hazırlıqlı idilər. Bu səbəbdən bu keçid bizim üçün yəni rahat, asan oldu. Nəinki 2014-cü ildə
bildirişə keçid dövründən müqayisə etsək, indiki keçid dövrü, yəni bir ay ərzində belə deyək də proses yekunlaşdı. Təbii ki, əhali daha hazırlıqlıdır bu Bəli. tətbiqlərin. Yəni bu sima ilə bağlı məlumat getdi olan şəxsi kabinetinə, istər təlimlər təşkil olundu. Yəni mən özüm Dövlət Əmək Müfəttişliyi Xidmətinin təlimçisi olaraq, yəni təlimlərin təşkilində aktiv iştirak elədim. Həm işə götürənlərə... Yəni bu təlimlər nə qədər işə götürənləri əhatə eləyir və konkret olaraq bax bu sistemin elektron əmək müqaviləsinin tətbiqi ilə bağlı işə götürənlərin məlumatlandırılması necə həyata keçirildi? İşə götürənlərin məlumatlandırılması ilk öncə əmas üzərindən. Yəni bizim əlimizdə indi hal-hazırda belə deyək də əmasdır. Əmas üzərindən işə götürənlərə çatmağımız daha rahatdır. Nəyə görə? İstər-istəməz işə götürən gün ərzində əmasa daxil olur. Yəni işə daxil olanı olur, xitam veriləni olur. Yəni işə götürənlərin şəxsi kabinetinə məlumat bildirişi göndərilirdi. Yəni bununla bağlı işə götürənlər artıq məlum edir. Daha sonra bizim sosial şəbəkə hesablarından təlimlərin keçirilməsinə hansı tələblər var? Bununla bağlı biz sorğular keçirdik və onlarda lazım olan belə deyək, tələbatlara uyğun təlimlər təşkil etdik. Belə deyək, bir ay ərzində 2000-dən çox işə götürəni əhatə elədi bu təlimlər. Daha sonra dost mərkəzlərində xidmətin əməkdaşları olur, texniki imkanları var, texniki dəstək də göstərə bilərlər, istədikləri vaxt yaxınlaşıb. Deməli, bu proses haqqında, belə deyək, tam öz vərdişi olmayan, yəni bu tətbiqdən istifadə edə bilməyən insanlar dost mərkəzlərinə yaxınlaşaraq yardım istəyə bilərlər. Yardım istəyə bilərlər, bəli. Xidmətin əməkdaşları hər gün növbə ilə dosta olurlar və işə götürənlərə texniki dəstək göstərirlər. Belə, yəni maariflənmə təlimlərin təşkili, yəni hələ də davam edir. Yəni iyulun 1-nə qədər də davam edəcək. Düşünürəm ki, yəni bizim sosial şəbəkə hesablarını izləsələr, yəni təlimlərə qoşula bilərlər. Bir sual da sizə verim, sonra yenidən yönələcəm Elşad müəllimə. Təbii ki, orta və böyük biznes nümayəndələri, sahibkarlar, bu biznesin məşğul olan iş adamları üçün yəqin ki, burada heç bir problem olmayacaq, çətinlik olmayacaq. Bəs o kiçik və hətta mikro biznes sahibləri var ki, tutaq ki, kiçik bir bərbərxana və yaxud kiçik bir kafe və s. işlədən insanlar. Bir-iki işçisi olan işə götürənlər. Onlarla bağlı, onların bu çətinlikləri yarana bilərmi bu sahədə və bu çətinliklərin qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? Düşünürəm ki, bəli, müxtəlif, belə deyək də, müxtəlif ölçülü sahibkarlıq subyektlərində müxtəlif çətinliklər ola bilər. Yəni prosesdir, keçiddir. Düşünürəm ki, ola bilər. Sadəcə sistemin üstünlükləri o qədərdir ki, bu çətinlikləri kompensasiya edir zaten. Eyni zamanda da bizim bu təlimlərin təşkili, istər dəstək, istər belə deyək də güzəştlər müəyyən bu proseslərin gedilməsində onlara köməklik göstərəcək. Yəni çalışırıq, əlimizdən gələn maariflənmə tədbirlərini həyata keçiririk. Düşünürəm ki, heç bir problem olmayacaq. Yəni ən azından proses yekunlaşmalıdır. Proses yekunlaşandan sonra da müəyyən güzəştlərin olması planlaşdırılır. Yəni bununla bağlı problemlərin yaşanacağını düşünmürəm. Elşad müəllim, siz necə bilirsiniz? Bu sahədə problemlər yarada bilərmi və əhali arasında o məlumatsızlıq ola bilərmi və bunu bir ictimaiyyət nümayəndəsi olaraq müşahidə edirsinizmi? Çox aktual bir məsələyə toxunuldu ki, xüsusilə bu mikro sahibkarlıqla bağlı. Yəni burada hansısa bir sualların yaranması qaçılmazdır. Bunu etiraf etmək lazımdır. Çünki əmək bazarı bayaq da dediyimiz kimi çox sürətlə inkişaf edir. Elə insanlar var ki, bu gün onlar işə götürən deyillər. Bununla onlar üçün bu o qədər aktual da deyil. Onlar amma tutaq ki 5 aydan sonra, 6 aydan sonra onlar hansısa biznes açacaqlar və onlarda bu suallar yarana biləcək ki, etiraf edək, bu da bir reallıqdır ki, doğrudan da Əmək Müfəttişliyi Xidməti çox böyük işlər görmüşdür. Sırf elə maarifləndirmə nöqteyi nəzərdən və bugünkü əmək bazarında fəaliyyət göstərən, işə götürənlərin maarifləndirilmə ilə, məlumatlandırma ilə bağlı mən də razıyam ki, heç bir problemi yoxdur.
və bu treyninqlərin keçirilməsi, müvafiq sosial platformalardan bu məlumatların çatdırılması çox yüksək səviyyədə dəyərləndirilməlidir. Bu məsələnin təbii ki, bir tərəfidir və bu istiqamətdə aidiyyatlı dövlət qurumunun fəaliyyəti mənə gəlir ki, bir mənalı təqdirə layiqdir. Amma məsələdə bir qədər mürəkkəb digər amillər var ki, əmək bazarı sürətlə inkişaf edir və o deməkdir ki, biz bu maarifləndirmə işlərini, məlumatlandırma ilə bağlı yanaşmanı demək olar ki, mütəmadi etməliyik. Yəni, bunun hansısa müddət ərzində bitməsini gözləmək mənə gəlir ki, sadəlövhlük olardı. Və xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində DOST platforması var. Bax, mənə gəlir ki, DOST platformasının universallığı, etiraf edək ki, digər nazirlik tabeliyində, nazirliyin yanında fəaliyyət göstərən xidmətlə müqayisədə DOST daha universal platformadır. Yəni, daha əlçatandır geniş əhali kateqoriyaları üçün və mənə elə gəlir ki, məhz DOST platforması üzərindən bax, bu maarifləndirmə ilə bağlı, məlumatlandırma ilə bağlı, təbliğatla bağlı məsələləri mütəmadi şəkildə təşkil etmək lazımdır. Yəni, müfəttişliyin mən bilirəm ki, müvafiq nümayəndələri DOST mərkəzlərində fəaliyyət göstərirlər, onlar daim bu işdədirlər. Mənə elə gəlir ki, burada mütəmadilik qorunmalı olacaq və mən deyərdim ki, burada hansısa neçəsə ay, neçəsə il deyil, bu platforma vasitəsilə elə DOST platformasının da əsas missiyalarından biri də budur ki, bu dayanıqlı şəkildə operativ və sosial təminat. Yəni ki, bütün bu məsələlərin reallaşdırılması qorunsun. Mən əminəm ki, bazar münasibətləri inkişaf etdikcə, əmək bazarındakı təkmilləşdirmələr dərinləşdikcə DOST platformasının biz müsbət effektlərini daha da çox görəcəyik. Bax, o cümlədən də bu yeniliklərlə, bu elektronlaşma ilə bağlı olan proseslərdə. Çünki bu platforma olmasaydı, qayıdaq təqribən 7-8 il bundan öncəki dövrə və bu elektronlaşma ilə bağlı olan yanaşmaların tətbiqi çox çətin olar. Çünki insanlar, yəni burada milyonlarla insanlardan söhbət gedir. Onların əmək bazarındakı münasibətləri, bugün bir işdən çıxırlar, sabah başqa işə gedəcəklər və o işdə işə götürənlərlə hansısa bir problemlər də yaşana bilər. Bilirsiniz, bazar iqtisadiyyatında bunlar daha da aktuallaşır. Çünki bazar subyektləri daim artır. Bəli. Bir tərəfdən artır, bir tərəfdən azalır. Yəni, bu münasibətləri heç bir dövlət qurumu konkret şəkildə nə məhdudlaşdıra bilməz, nə də ki, məhdudlaşdırmaq onun məqsədi ola bilməz. Əlbəttə. Çünki biz əksinə bu proseslərin daha da mürəkkəbləşməsinə, inkişafına təkan verməliyik. Ona görə də mənə elə gəlir ki, bax, bu platforma, Aynura xanım da qeyd etdiyi kimi, müfəttişliyin müvafiq təlimləri, bunlar daim şəkildə davam etdirilməlidir. Amma eyni zamanda xüsusilə ən çox bu məsələləri qabarıq şəkildə, yəni aktual olaraq biz məhz o xırda bizneslə bağlı, xırda sahibkarlıq subyektləri ilə bağlı olan istiqamətlərdə görə bilərik. Siz qeyd etdiniz, elə iş yeri var ki, bir balaca köşkdür, orada bir nəfər, iki nəfər işləyir və bu gün o işə götürür kimisə, bir həftədən sonra başqa adamla müqavilə bağlayacaq. Yəni, o təzə gələn adamın nə qədər buradan məlumatlı olması, onun mobil tətbiqləri ümumiyyətlə varmı, yoxmu? Bunların hamısı suallardır. Və burada mənə elə gəlir ki, Aynura xanım bayaq bir önəmli məqama toxundu. Biz işə götürənlərlə təlimatların, treyninqlərin aparılması çərçivəsində həm də çalışmalıyıq işçi resurslara, əmək resurslarına müvafiq təsirlər göstərə bilək. Çünki biz bütün insanları treyninqlərə çağıra bilmərik, yəni reallıq budur. Amma işə götürən öz məsuliyyətini dərk etsə ki, o müqaviləni necə bağlamalıdır, mənə elə gəlir ki, onda artıq bütövlükdə bunun əmək bazarındakı dayanıqlı müsbət nəticələrini görə biləcəyik ki, o maarifləndirmə ilə bağlı olan məsələləri reallaşdıra bilək. Bir sual da vermək istəyirəm sizə. Bax, bu elektron müqavilələrin tətbiqi əmək bazarının, belə demək mümkünsə, legallaşdırılması baxımından, yəni müqaviləsiz işləyən bəzi müəssisələrdə müqaviləsiz işçilərin işə cəlb edilməsi baxımından, bunların qarşısını almaq baxımından nə dərəcədə yardım edə bilər? Təbii ki, indi qeyd olunduğu kimi iyul ayının 1-nə kimi ki, bu vaxt qoyulub özəl sektor. Yəni dövlət sektorunda mən də razıyam ki, bununla bağlı hansısa ciddi problem olmayacaq, bəli. Heç olmadı da bu tətbiq reallaşdırılan müddətdə. Amma özəl sektorda münasibətlərin çox çevik olmasına görə, çox dəyişkən olmasına görə təbii ki, müvafiq problemlər yaşana bilər. Və ona görə də mən əminəm ki, bu iyul ayından sonra da bu istiqamətdə müvafiq işlər davam etdirilməlidir. Çünki bilirsiniz,
sahibkarlığın əsas missiyası, yəni işə götürənin əsas missiyası mənfəətin artırılmasıdır. O daim çalışır ki, mənfəətini artırsın. Və bir sıra hallarda onun mənfəətinin artırılması üçün o əmək münasibətlərində o konkret müqavilələrin bağlanması onun mənfəətinə əks təsirlər göstərə bilər. Çünki o əlavə vergi ödəməlidir işə götürən kimi və s. Yəni ona görə də onda belə bir fikir formalaşa bilər bir sıra hallarda ki, mən bu qısa müddət xüsusilə ərzində əmək münasibətləri olacaqsa, bunu elə müqaviləsiz edim və mənfəətimi artırım. Yəni onda belə bir fikir formalaşa bilər. Bir sıra sahibkarlarda bu fikirlər formalaşa bilər. Amma elektronlaşma ki, o iyul ayından başlayaraq, iyul ayın 1-dən artıq bu məcburi olacaq ki, bu tətbiqi bunun yəni deadline olaraq bir konkret vaxt qoyulub. Ondan sonra demək olar ki, bu bir reallığa çevriləcək və mən əminəm ki, biz elə ilin sonuna doğru müvafiq statistikaya da baxsaq, görəcəyik ki, əmək müqavilələrinin sayında artımlar gedəcək və bu da ona gətirib çıxaracaq ki, işə götürənlərin müvafiq fiskal öhdəlikləri var, vergi öhdəlikləri və s. Orada da biz müsbət təsirlərini görəcəyik. Müəyyən edəcək ki, büdcə daxil olmaları baxımından da biz bunun müvafiq təsirlərini və həm də təbii ki, vətəndaşların hüquqlarının müdafiəsi baxımından təbii ki, vətəndaş da bilirsiniz, əgər o əmək müqaviləsi ilə işləyirsə, onun hüquqlarını dövlət daha çox qorumağa imkanları olacaq. Ona görə bu vətəndaşa çox lazımdır. Və bir risk haqqında da istəyirəm sizdən soruşum. Vətəndaşların şəxsi məlumatlarının qorunması baxımından burada risklər varmı? Bugünkü elektronlaşma, rəqəmsallaşma mexanizmləri demək olar ki, burada vətəndaşların hüquqlarının qorunması ilə bağlı müvafiq imkanları yaradır. Amma çox əslində mühüm sual verirsiniz. Bilirsiniz, vətəndaşların da burada öz məlumatların qorunması ilə bağlı müvafiq məsuliyyətlərini dərk etməsi vacibdir. Çünki əgər siz əmək müqaviləsi bağlayırsınızsa, hardasa işə daxil olursunuzsa və oradakı məlumatlarınızı gedib paylaşacaqsınızsa geniş ətrafınızla, geniş dairələrinizlə, onda siz o məsuliyyəti öz üzərinizə götürmüş olursunuz. Yəni işə götürən axı daim burada hansısa məhdudiyyət qoya bilməz ki, sən bu məlumatı get paylaşma və s. Yəni burada məsuliyyət baxımından vətəndaşlarımız üzərində burada da deməli maarifləndirməyə böyük ehtiyac var. Elə məlumatlar var ki, onları geniş kateqoriyalara vətəndaş verməməlidir. Özü verməməlidir, bəli. Və bu məsələ ilə bağlı istədiyim sizə də sualı ünvanlayım. Vaxtımız çox az qalıb, təəssüf ki, amma istəyərdim siz də buna münasibət bildirəsiniz. Təhlükəsizlik baxımından bu əmək müqavilələrinin tətbiqi və dediyim kimi vətəndaşların şəxsi məlumatlarının qorunması baxımından. Şəxslərin bu məsələ ilə bağlı məcəllədə də bildiyiniz kimi bu fərdi məlumatların qorunması ilə bağlı əlavə olmuşdur. Yəni biz də bununla bağlı əmasda məhdudiyyətləri tətbiq etmişik. Yəni məlum olduğu kimi əvvəl işçi işə qəbul olunan zaman əmək kitabçasını işə götürənə təqdim edirdi və bir çox hallarda onun əvvəlki iş yerləri ilə bağlı, yəni hansı maddənin çıxması ilə bağlı məlumatlar əks olunurdu. Hal-hazırda həmin məcəlləyə edilmiş dəyişikliklə 48-ci maddəyə fərdi məlumatların qorunması haqqında bir bənd əlavə olunub. Yəni həmin 48-ci maddənin tələbləri də hal-hazırda sistemdə mövcuddur. Yəni mən işçi olaraq iş yerimə hal-hazırda təzə işə düzəlirəmsə, hal-hazırki işə götürən mənim yalnız işə girmə və çıxma tarixlərimi görür. Hansı maddə ilə işdən azad olmağımla bağlı məlumatlar görünmür. Yəni burada işçinin fərdi məlumatları qorunur. Eşad müəllim də qeyd elədi. Yəni bu sistemdir. Sistemin təhlükəsizliyi təbii ki qorunur. Əslində əmas işçilərin əmək hüquqlarının qorunması üçün düşünürəm ki güclü mexanizmdir. Bu əmasdan düzgün istifadə, yəni işçilərin hüquqlarının qorunmasına gətirib çıxarır. Yəni bu bəs Eşad müəllimin dediyi digər bir məsələ, yəni maarifləndirmə, vətəndaşların özlərinin şəxsi məlumatlarını Bəli, şəxsə verməməsi, yəni bununla bağlı da yenə deyirəm, bizim əlimizdə bir əmas var. Əmasdan onlara daha tez, belə deyirik, çatırıq işçilərə, həm də işə götürənlərə. Şəxsi kabinetlərində daim bununla bağlı məlumatlar paylaşılır ki, yəni diqqətli olsunlar. Eyni zamanda bir məsələni də vurğulayım. Əmək mübahisələrinin sayının azalmasında, bayaq siz qeyd elədiniz üstünlüklərini. Mən bunu vurğulamaq istəyərdim ki, yəni bu günə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinə mütəmadi bilirsiniz ki, vətəndaşlardan ərizələr, şikayətlər
şikayətlər daxil olur. Bu günə qədər mənim adıma aktiv əmək müqaviləsinin daxil edilməsi ilə bağlı ərizə daxil olurdusa, artıq 12 avqust tarixindən bu tərəfə bu mövzuda heç bir belə deyək də ərizə şikayət daxil olmur. Nəyə görə? Əvvəl bildiriş idi, işçilərin məlumatlarını əldə edib işə götürən, onun xəbəri olmadan adına əmək müqaviləsi daxil edə bilirdisə, hal-hazırda o onu imzalamasa əmək münasibəti yaranmır, müqavilə yaranmır. Aydındır, Yəni bu da əmək mübahisələrinin sayında azalmaya gətirib çıxardır. Təşəkkür edirəm hər ikinizə. Buyurun. Çox sağ olun ki, vaxt ayırdınız və bu vacib mövzu ilə bağlı fikirlərinizi bildirdiniz. Və bir daha xatırladıram ki, biz bugün özəl sektor üzrə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesi haqqında danışdıq və qonaqlarımız isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov və Dövlət Əmək Müfəttişliyi Xidmətinin risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva idi. Müzakirəmiz burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.